Esselamu Aleyküm ve Rahmetullah değerli izleyicilerimiz. Pulunuzu boş yere harcamayın. Gerçekten normal ise pul kazandıracak da yeri göstereceğim inşallah. Bomba kimi Balakən şehrin merkezinde buradan yana merkez yoktu. Yığdığınız pul getirin kardeşinizde iddialı kazanç yeri bomba kimi. Yok. Deməli değerli izleyicilerimiz Balakən şehrinin tam merkezinde 16 sot 200 sahəsi olan 16 sot 200 deyək də. Yəni ki inşallah ki ərazisi olan torpaq sahəmiz var. Düz mərkəzdə yerləşir. Gördüğünüz gibi bayrağımız da yerlənir. Allah ülkəmizi qorusun. Deməli girişi sağ tərəfdə hazır kafe metlaq sexi var. Gördüğünüz kimi qabaq tərəfi də bağlıdır. Plaşatkası naves. Belə göstərirəm inşallah. Pəncərələr plastik pəncərə. Bütün aparaturası yerindədir. Cihaz ve texnikası tam olarak hazır yerindədir. Mən içeri gidə bilməm. İçəridə digər texnikalar da var inşallah. Gördüğünüz kimi hazır obyektdir. Allah'ın izniyle belə göstərirəm. Bu meydanıdır. 16 saat 200 inşallah ki buranı aldın oldu normal bir tane qaqaş. Senden pullusu yoktu. Belə göstərim. Bakın belə ərazisi. Yani inşallah ki bura girişi mən göstərəcəm. Bakın bak bura bu şeyler qoyulub. Elə deyilmi? Buranın sahibi bunların da pulunu alır. Yani yer pulu deyək ki. Yani buranın addım başısı buranın puldur. Yani addım puldur qardaş. Yani elhamdülillah. Belə göstərim. Giriş bu əraziden olacak inşallah. Qapı buradan qoyulacaq. Gördüğünüz kimi bu 5 merteben yanından buraya giriş var. O yanlarına giriş var inşallah. Qəşəng. Bakın. Plus'taki nedir? Buranın bütün çay sistemine bir tane bize obyekt var bunun içerisinde. Buradaki əzə düşən qardaşlarımız var. Maşın düzəldən, əlini gözünü əzən, ayağını əzən qardaşlarımız var. Onları çayla təmin edən belə bir obyekt var içerisinde. Burada aylıq 150 manat icarəyə verilib. Bakın bir tane şey diyeceğim. Bu içeri gördüğünüz obyekt icarədədir. Bu qoyulan mallar da icarədədir. Yəni hal-hazırda torpaq pul alınır buradan inşallah ki, kirayə kimi. Belə göstərirəm. Qiymətini qeyd edəcəm. Qiyməti su qiyməti. Baxın, gördüyünüz bütün bu meydan, bu ərazi inşallah satılır. 16 sot 200. Tam qupçalı, tam sənədli belə göstərim inşallah. Baxın, bayaqki kafe sexidir. Gördüyünüz kimi bütün təchizat var içərisində. Bu da həyətində də belə qəşəng çayxanası var. Dediyimiz kimi buradakı maşın düzəldən ustalarımızı buradan çayla təmin edirlər. Əlhamdülillah. Görün. Hazır biznesdir. Qəşəng. Belə göstərim. Buranın məsəl üçün inşallah aldıqsa iddialı bir ticarət biznes qura bilərsiniz. Belə bir qəşəng çayxanası da var içərisində. Qəşəng xudmani. Belə göstərim. Buranı mən dəfələrcə gəlib buradan çay içirəm. Doğrudan da mənim çox xoşuma gəlir buranın çayı. Baxın. Hazır obyektdir Allah'ın izniyle. Belə də göstərim inşallah. Bakın. Qiymət. İnşallah ümumi bu 16.200. İçindeki bu obyektlerle bir yerde, içindeki təchizatla, aparatlarla bir yerde, hazır 200-300 manat gəlirlə bir yerde inşallah 85 minə təklif olunur. Təbii ki reallıq olsa inşallah ki qiymətdə şirin qaymaq kimi indirim olacaq. Dediğimiz gibi 85 bin manatdır ve inşallah qiymətdə də indirim olacaq. Buradan kənardan gəlib baxa da bilərsiniz, problem değil. Onunsa bu bilinen yerdir. Ama inşallah ki satışı biz tərəfdən həyata keçiriləcək. Allah mazlum üçünüzə bərəkət versin. Esselamu Aleyküm.